Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve alihi teyyibin tahirin el-ma'sumin ve la'natullahi ala a'daihim ecmain ila yevmiddin. Allahümme accil li veliyyikel ferac ve cealna ehlen li feracih. Allahın izniyle bu günləri sərf elminə başlayırıq. Bizim bu sərf elmi kitabçası Sərf-i Sadə kitabı əsasında olacaq. Muhammed Rıza Təbatəbayin Sərf-i Sadə kitabının əsasında. İnşallah qürbətən ilallah bu dərsi başlayırıq. Allah özü kömək olsun. Ta axıra qədər bu elmi tamamlaya bilər. İnşallah Allah ömür versə, sərf elmindən sonra nəhv elmin və nəhv elmindən də sonra digər dini elmləri inşallah bu cürə tədris edib, səs yazısı yazıb əziz elmsevərlərin, dini elmsevərlərin ixtiyarında qoyarıq inşallah. Hər bir elmə başlamamışdan öncə istər-istəməz o elmin tərifi, o elm haqqında qısa bir məlumat, həmin elmin faydası, səmərəsi və həmçinin o elmin mövzusu haqqında danışılır. Sərf elmində özünə məxsus tərifi var. Sərf elmini oxumağın bir sıra faydaları var və həmçinin sərf elmində mövzusu vardır ki, sərf elminin müxtəlif məsələləri həmin o mövzunun ətrafında bəhs edir. O mövzunun xüsusiyyəti və müxtəlif cəhətləri barəsində bəhs edir. Amma sərf elminin tərifi. Sərf elminin tərifində qısa və çox asan şəkilində başa düşülən tərzdə bu formada mən bəyan edərdim ki, sərf elmi elə bir elmdir ki, bizə bu elmdə öyrədilir ki, bir kəlmə hansı formada müxtəlif surətlərə gətirilir ki, ta ki ondan müxtəlif mənaları ələ gətirək. Başqa sözlə desək, sərf elmi müxtəlif mənaları ələ gətirmək üçün hansı şəkillərə düşürsə, o sərf elmində öyrədilir. Sərf elmi bizə deyir ki, məsələn, elm ki, məstərdir, elm kəlməsi məstərdir. Necə edək ki, bu kəlmədən, məsələn, keçmiş zaman formasında əlimə kəlməsini düzəldək və yaxud da indiki zaman formasında yələmi kəlməsini düzəldək, əmr formasını düzəldək, ism-i fail düzəldək, ism-i məf'ul düzəldək və digər feilin və yaxud da ismin müxtəlif siğələrini ələ gətirək. Bəs sərf elmi bir elmdir ki, bizə öyrədir bir kəlməni müxtəlif surətlərə, müxtəlif halətlərə gətirək ki, ta ki ondan müxtəlif mənaları ələ gətirək. Müxtəlif mənalar dedikdə, yəni məsələn, elm kəlməsi keçmiş zaman formasında hansı şəkildə olur? Məsələn, elm olur əlimə. Müzari feil forması hansı formada olur? Yələmu surətində. Əmri necə olur? İləm. Və bu kimi şeylər. Bu feilə misalı idi. İsmə də misal var abdüllik. Məsələn, sərf elmində bir isimdən müxtəlif mənaları ələ gətirmək üçün, məsələn, rəcül kəlməsi ki, kişi mənasını ifadə edir, bu rəcül kəlməsini müxtəlif surətlərə, müxtəlif şəkillərə salırıq ki, ondan müxtəlif mənaları ələ gətirək. Məsələn, rəcül kəlməsi kişidir, kişi mənasını ifadə edir. Necə edə bilərik ki, bu iki kişi mənasını ifadə eləsin? Məsələn, rəcülani. Necə edə bilərik ki, bu cəm kişilər mənasını ifadə eləsin? Məsələn, ricalun, cəm formasıdır. Necə edə bilərik ki, məsələn, kiçik bir kişi mənasını ifadə eləsin? Rucaylun. Bu ki, bir ləfsdən müxtəlif mənaları almaq üçün müxtəlif siğələrə, müxtəlif şəkillərə salırıq bu kəlməni, buna
bunları bizə sərf elmində öyrədirlər. Xülasə olaraq sərf elminin tərifi bundan ibarətdir ki, sərf elmi bir elmdir. Bir kəlməni müxtəlif surətlərə salırıq ki, ondan müxtəlif mənaları ələ gətirək. Ərəb dilində sərf elminin tərifi bu formada bəzi kitablarda qeyd olunub. Təhvilul əslil vahid ilə əmsilətin müxtəlifə liməanin məqsudə la təhsulu illə biha. Tərcümə edirəm. Təhvilul əslil vahid. Bir əslə. Bir əsildən məqsəd yəni bir kəlməni. Hər hansı bir kəlmə olursa olsun. Müəyyən bir kəlməni dəyişirik. Yəni aparırıq ilə əmsilətin müxtəlifə. Müxtəlif misallara. Yəni bir əsildən, bir kəlmədən müxtəlif kəlmələr düzəldirik. Nə üçün? Hansı məqsədindən? Limməanin məqsudə. Qəsd olunmuş mənaları ələ gətirmək üçün. Hansı ki, la təhsilu, o mənalar heç vaxt ələ gəlməz, illa biha, məgər ki, biz bunu müxtəlif misallara, müxtəlif kəlmələrə döndərib aparaq. Bura qədər sərf elminin tərifi idi. Mən kitabın mətnini də oxuyuram ki, oxuyub tərcümə edirəm ki, inşallah siz də müraciət edin bu kitabın özünə. Tərifi ilmi sərf, sərf elminin tərifi. İlmi sərf miamuzət, çegune kəlimi ra bi surəthay gunagun dər avərim, ta məani müxtəlif bidəst ayət. Buyurur ki, sərf elmi öyrədir ki, necə ola bilər ki, biz kəlməni müxtəlif surətlərə aparaq ki, ta məani müxtəlif bidəst ayət, ta ondan müxtəlif mənalar ələ gəlsin. Məsələn, kəlməyə elm. Elm, məsələn, misal ünvanında. Elm kəlməsi bir mənaya danışdan, bilmək mənasındadır. Elm kəlməsi ki, bilmək mənasındadır. Tibqi qəvaidi sərfi bi surəthay alimə ya'ləmu iləm və sair dərmi avərim. Məsələn, elm kəlməsi sərf elmi qaydaları əsasında əlimə ya'ləmu iləm və sair siğələrinə gətirir ki, yəni müxtəlif formalara salırıq ki, ta məaniyir. Ta buna xatir ki, onlardan danist, bildi keçmiş zamanda, hal-hazırda bilir, midanət, bedan, bil, əmr forması. Bu mənaları ələ gətirmək üçün biz elm kəlməsi müxtəlif şəkillərə salırıq. Və ya, bu feylə misalı idi. Ya kəlimi rəcul. Rəcul kəlməsi ki, kişi mənasındadır. Kəlimi rəculra bi surəthay rical və rucayl dərmi avərim. Rəcul kəlməsinin rical və rucayl surətlərinə, şəkillərinə salırıq ki, ta məaniyi, ta onlardan mərdaha, kişilər mənası, həmçin kiçik kişi mənası hasil şəvət, hasil olsun. Bura qədər sərf elminin tərifi. Bura qədər oxuduğumuzda artıq əgər sizdən soruşulsa sərf elmi nədir? Sərf elminin tərifi nədən ibarətdir? Xülasə olaraq demək olar ki, sərf elmi bir elmdir ki, bizə öyrədir. Necə eləyə bilərik ki, müxtəlif mənaları ələ gətirmək üçün bir kəlməni müxtəlif şəkillərə salaq. Məsələn, elm kəlməsi ki, bilmək mənasındadır. Necə eləyə bilərik ki, ondan bildi, bilir, bilən, bilinmiş bu mənaları ələ gətirmək üçün necə edə bilərik ki, elm kəlməsi əlimə, ya'ləmu, iləm, alim, məlum bu kimi formalara gətirilsin. Bu, sərf elminin tərifi. Amma sərf elminin faydası. Sərf elminin faydası demək olar ki, tərifdən də ələ gəldi. Diqqət etmək lazımdır ki, bütün dillərdə bəzi kəlmələr, demək olar ki, əksər kəlmələr bir-birindən tutulur. Məsələn, Azərbaycan dilində də, məsələn, danışmaq, danışdı, danışır, danışacaq, hamısı danışmaq kəlməsindən götürülmüşdür. Fars dilində də belədir. Məsələn, demək kəlməsi fars dilində qoftən deməkdir.
Amma dedim, deyirsən, deyəcək, deyilmiş və bu kimi kəlmələr hamısı qoftan kəlməsindən götürülüb. Ərəb dilində də belədir. Alimə, ya'ləmu, i'ləm, alimun, mə'lumun, mə'ləm, aləm. Bunların hamısı elm kəlməsindən götürülmüşdür. Buna əsasən, bu bir müqəddimə idi. Buna əsasən, sərf elmində gərək biz bilək ki və kəlmələri tanıyaq ki və hansı kəlmə hansı kəlmədən tutulur və hansı kəlməni başqa formaya salanda hansı mənalar ələ gələcək, onu biz öyrənək. Buna əsasən, gərək sərf elmi öyrənək ki, kəlmələri tanıyaq. Bu birinci faydası. Sərf elminin birinci faydası budur ki, biz kəlmələri tanıyaq. Bilək ki, əlimə feili mazidir ki, yəni feilin keçmiş zaman formasıdır. Ya'ləmu feilin indiki və gələcək formasıdır. İ'ləm əmr formasıdır. Alimun ismi faildir. Mə'lumun ismi məf'uldur. Pəs ərəb dilində kəlmələri tanımaq üçün gərək sərf elmi öyrənək. Və həmçinin kəlmələri tanımaqdan əlavə onların mənasını da düzgün bilək. Çünki əgər biz kəlmələri tanımasaq, əlimənin mənasını bilmərik. Əlimə ilə ya'ləmunun mənasında nə kimi fərqlər vardır, onu biz bilmərik. Və hansı kəlmədən hansı ona mütənasib olan kəlmələri düzəltmək olar, hamısı sərf elmində bizə öyrədirlər. Buna əsasən xülasə şəkildə sərf elminin faydası kəlməni tanımaq, kəlmənin mənasını tanımaq və müxtəlif kəlmələri düzəltmək üçün bir qüdrətin olmasıdır. Yəni biz sərf elmini öyrənməklə bizdə bir qüdrət yaranır, qüvvət yaranır ki, eləyə bilərik özümüz bir kəlmədən başqa kəlməni götürək. Yəni sərf elminin axırına qədər ola bilsin bizə misal vuranda zərəbə kəlməsinə və yaxud da nəsərə kəlməsi misal vursunlar. Amma biz bu qaydaları öyrənməklə hər bir kəlmə ki qarşımıza çıxdı, məsələn, ən-nəsr kəlməsi kömək etmək mənasındadır. Əl-culus oturmaq mənasındadır. Amma əl-culusdan biz istəyək fiil mazi düzəldək. Sərf elmini biz öyrənsək rahat şəkildə deyə bilərik cələsə. Fiili mazi, keçmiş zaman forması. Fiili müzari yəclisu. İsmi faili calisun. Əmr forması iclis, otur. Bunu hər kəs əgər bir nəfər, yəni sərf elmini bilməsə, artıq bir kəlmədən başqa bir kəlməni düzəltməyə qüdrəti olmaz. Amma sərf elmini biz öyrənəriksə, təbii surətdə bir kəlmədən müxtəlif mənaları ələ gətirmək üçün müxtəlif kəlmələri düzəldə bilərik. Xülasə şəkildə yenə qeyd edirəm, sərf elminin faydası kəlməni tanımaq, kəlmənin mənasını tanımaq və bir kəlmədən başqa kəlmələri necə düzəltmək olar, ona qüdrətin olmasıdır. Bu da sərf elminin faydası. Kitabın mətnini oxuyuram. Faydə-i elmi sərf. Dər hər zəbani besyar əz kəlimat əz یک digər girifdə mişəvər. Hər bir dildə kəlmələrdən bir çoxu başqalarından tutulur. Bir-birindən tutulur. Yəni, bir-birindən ələ gəlir. Məsələn, dər farsi, misal unvanında, fars dilində kəlimat-ı qoftəm, qofti, qoft, qoftim, qoftid, qoftən, mi qoftəm, xahəm qoft. Qoftəm yəni dedim. Qofti yəni sən dedin. Qoft yəni o dedi. Qoftim biz dedik. Qoftid siz dediniz. Qoftən onlar dedilər. Mi qoftəm deyirdim. Xahəm qoft deyəcəm. Bu feillərin hamısı əz madde-i qoftən girifdə şüdən. Bunlar hamısı məstərdən tutulmuşdur. Məstərdən ələ gəlmişdir. Qoftən maddəsindən ələ gəlmişdir. Bu fars dilində. Bəs fars dilində bir dənə qoftən ki məstərdir, müxtəlif kəlmələr tutulmuşdur, ələ gəlmişdir. Azərbaycan dilində də elədir. Demək kəlməsindən dedim, dedin, dedilər və bu kimi hallandırmaq olar. Feilin müxtəlif halları.
Buna əsasən, bənabərin, buna əsasən, bayəd elmi sərf ra beyamuzim, buna əsasən, gərək sərf elmini öyrənək ki, ta kəlimət ra beşinasim, ta müxtəlif kəlmələri biz tanıyaq və beməani anha pey bibərin və kəlmələri tanımaq vasitəsilə o kəlmələrin mənalarını bilək. Bundan əlavə, kəlmə və kəlmənin mənasını bilməkdən əlavə və nizbi təvanim və həmçinin eləyə bilək, bərai məani mənzur, müxtəlif və qəsd etdiyimiz, nəzərdə tutduğumuz mənaları ələ gətirmək üçün kəlimat-i münasib besazim. Yəni, biz sərf elminin vasitəsilə eləyə bilərik ki, müxtəlif və qəsd etdiyimiz mənaları ələ gətirmək üçün mütənasib, ona uyğun olan kəlmələri düzəldik. Əz ancə güzəşt roşən şud ki, bu deyiləndən, əz ancə güzəşt, yəni o ki keçdi, roşən şud ki, aydın oldu ki, məlum oldu ki, fayda-i elmi sərf elminin faydası şenaxtən kəlmə, kəlməni tanımaq və mənayı an, kəlməni və kəlmənin mənasını tanımaq və həmçinin və qüdrət bərsaxtən kəlməs. Bir faydası da budur, kəlməni düzəltmək üçün qüdrətin olmasıdır, sərf elminin faydası. Bu da bir bəs. Başqa bir bəs də ibarətdir sərf elminin mövzusundan. Lakin sərf elmi mövzusuna keçməmişdən qabaq, tərifdə kəlmədən danışıldı, kəlmənin tərifini deyir. Buyurur ki, kəlmə bir müfrəd ləfzdir. Müfrəd burada mürəkkəbin müqabilindədir, cümlənin müqabilindədir. Ərəb dilində kəlmənin tərifi bu formada qeyd olunur. Əl-kəlimətu ləfzun vudiə li mə'nən müfrəd. Kəlmə elə bir ləfzdir ki, vəz olunur müəyyən bir məniyə, amma o müəyyən bir məna müfrəddir, yəni cümlə deyil. Müfrəd bir mənanı ifadə eləyən ləfzə kəlmə deyilir. Əlbəttə, bu kəlmənin 3 qismi var, işarə edəcək. Kəlmə ya feildir, ya isimdir, ya da ki, hərfdir. Amma hal-hazırda tərifi kəlmə deyəndə, yəni kəlmə bir ləfzdir, müfrəd bir ləfzdir ki, müstəqil bir mənası olsun. Ərəb dilində müəyyən bir mənanı ifadə eləyən kəlməyə ləfz-i müstəöməl də deyirlər. Ləfz-i müstəöməl bu termindir. Terminoloji baxımdan ləfz-i müstəöməl o ləfzə deyilir ki, onun mənası olsun. Hər hansı bir mənanı ifadə eləsin. Müstəöməl ləfzinin müqabilində muhməl ləfz var. Muhməl ləfz o kəlmələrə deyilir ki, onun heç bir mənası yoxdur. Məsələn, siz Azərbaycan dilində müəyyən mənası olan, məsələn, kitab kəlməsini axırdan əvvələ oxuyun. Onun heç bir mənası yoxdur. Kitabın müstəqil bir mənası var. Amma kitab kəlməsinin hərflərin axırdan əvvəl oxusuz, onun heç bir mənası yoxdur. Ərəb dilində adətə bunu misal vururlar. Zeyd müəyyən bir insanın adıdır, mənası da vardır. Amma deyiz kəlməsi, yəni həmin zeyd kəlməsi axırdan əvvələ hərflərin oxusuq olur deyiz. Buna deyirlər mühməl. Mühməl o kəlmələrə deyilir ki, ərəb dilində heç bir mənanı ifadə etmir. Pəs kəlmə bir ləfzdir, müfrəd bir ləfzdir, müstəqil bir mənası var. O müstəqil mənaya vəz olunan kəlmənin adına ərəb dilində müstəöməl də deyirlər. Bunun müqabilində mənası olmayan ləfzdir ki, mənası olmayan ləfzə muhməl deyilir. Bu hissəni də oxuyaq kitabda. Tərifi kəlmə. Kəlmə ləfz-i müfrəd əski daray məna başəd. Kəlmə müfrəd bir ləfzdir ki, müəyyən bir mənası vardır. Daray məna başəd, yəni məna sahibidir, mənası vardır. Və beyan ləfz-i müstəöməl həm miqoyən və ona, yəni ləfz-i ki, müstəqil bir mənası var, o ləfzə müstəöməl də deyirlər. Müstəöməl adından məlum olduğu ki, istemal olunan hansı ləfzlər istemal olunur? O ləfzlər istemal olunur, işlədilir ki, onun mənası olsun. Dərbərabər ləfz-i biməna. Ləfz-i müstəöməl mənasız ləfzin müqabilindədir ki, ləfz-i mühməl namdarədir. Onun da adı ləfz-i muhməldir. Mühməl, yəni mənası olmayan bir ləfz. Kəlmə bildiyiniz kimi ərəb dilində 3 qismdir. İsimdir, feildir və hərfdir.
İsim ərəb dilində o kəlməyə deyilir ki, o kəlmə özlüyündə mənası var və üç zamandan da birinə dəlalət etmir. Mənası var, müstəqil bir mənası var, amma zamana dəlaləti yoxdur. Zaman onun mənasında nəzərdə alınmamışdır. Ona deyirlər isim. Ərəb dilində kəlmənin ikinci qismində feildir. Feil də elə bir kəlmədir ki, müstəqil mənası var, müəyyən bir məniyə dəlalət edir. Mənaya dəlalət etməsindən əlavə, zaman da onun mənasında nəzərdə tutulmuşdur. Feilin mənasında ərəb dilində zaman da vardır. Hərf o kəlməyə deyirlər ki, onun mənası var, amma mənası müstəqilli deyil. Çünki əgər mənası olmasaydı, buna deyərdik muhməl. Biz kəlmədən bəhs edirik ki, kəlmə müfrəd bir mənaya vəz oldu, mənası da olsun. İsmin müstəqil mənası var, zaman yoxdur. Feilin müstəqil mənası var, zamana da dəlalət edir. Hərfin mənası müstəqil olaraq yoxdur. Məsələn, min kəlməsi ərəb dilində və yaxud da ila kəlməsi ərəb dilində müstəqil olaraq heç bir məniyə dəlalət etmir. Amma cümlənin bir hissəsində gələndə müəyyən mənanı ifadə edir. Bu da bu bəhs. Əqsam-ı kəlmə. Kəlimat-ı ərəbi, ərəb kəlmələri, manəndi kəlimat-ı hər zəbanı digər dillərin kəlmələri kimi bir se dəstə təqsim mişəvənd. Ərəb dilinin kəlmələri 3 dəstəyə bölünür. Feil, birinci feildir, ikincisi isimdir, üçüncüsü də hərfdir. Feilin tərifi. Feil, kəlimi-i əski. Feil elə bir kəlmədir ki, bər mənayı müstəqilli dəlalət kunəd. Feil bir kəlmədir ki, müstəqil bir mənaya dəlalət edir. Bundan əlavə və zamanı anra niz berəsanət. Həmin mənadan əlavə o mənanın hansı zamanda baş verməyini də çatdırır. Manəndi həsunə, həsunə feili kimi, nikuşud, keçmiş zamanda yaxşı oldu. Yəzhəbu, gedir, yəni hal-hazırda gedir və yaxud da gedəcək. İzhəb, get, əmr formasıdır. Bəs feil bir kəlmədir ki, müstəqil bir mənaya dəlalət edir və həmin o mənanın zamanını da çatdırır. İsim amma, isim kəlimi-i əski. İsim elə bir kəlmədir ki, bər mənayı müstəqilli dəlalət kunəd. Müstəqil bir məniyə dəlalət edir, mənası var, müstəqil olaraq mənası var. Lakin beduni dəlaləti bər iqtiranı an məna bir zaman. Lakin orada həmin mənanın müəyyən bir zamana dəlalət etməyi yoxdur. Məsələn, manəndə elm kimi. Elm bir müəyyən bir mənanı ifadə edir. Amma hansı zamanda bilib, ona işarə yoxdur. Mal, yəni sərvət. Amma hərf kəlimi-i əski. Hərf bir kəlmədir ki, mənayı an müstəqil nist. Mənası var, amma onun mənası müstəqil deyil. Bunun rolu nədir? Buyurur ki, və rəbd beyni kəlimat-i digərəs. Bunun rolu digər kəlmələrin arasında rabitə və əlaqəni saxlayır. Manəndi fi kimi fi bizim dilimizdə mənanı verim dadə şəkilsidir də. Dər cümləyi dəxəltu fil mədrəsə, mədrəsəyə daxil oldum. Və min dər cümləyi xərəstu minəddar, evdən xarıqdandan şəkilçisidir. Pəs fiidi, mindi, iladı bu kimi hərflər ki, müstəqil mənası olmasa da belə cümlənin tərkibində gələndə müəyyən mənaları ifadə edir. Nəhayət bir diqqət ediləsi məsələ budur ki, sərf elmində biz isim və feildən bəhs edəcəyik, lakin hərfdən bəhs etməyəcəyik. Çünki biz dedik ki, sərf elmində bir kəlməni bir kəlmədən müxtəlif mənaları ələ gətirmək üçün başqa kəlmələr düzəltməkdir. Amma bu qayda hərfdə yoxdur. Hərf həmişə eyni formada qaldığı üçün sərf elmində biz hərfdən bəhs etməyəcəyik, amma nəhv elmində bəhs edəcəyik. Elə bu baxımdan kitabda qeyd olunmuş, təvəccüh qınıdır. Surət və şəklə hərf həmişə sabit əsdir. Hərfin şəkli, yəni quruluşu, forması, heyəti həmişə sabitdir. Elə sabit olduğu üçün liza dər elmi sərf, elə bu baxımdan sərf elmində əz hərf bəhs nəmişəvəd. Sərf elmində hərfdən bəhs olunmayacaq. Və hər qoca ləfz-i kəlimə avurdu şud,
Fəqət feil və isim məqsud əz. Bundan sonra harda kəlmə deyildi, orada məqsəd feil və isim nəzərdə tutulub. Bənabərin bunu əsasən məbahis inkitab, bu kitabın bəhsləri dərdu bəxş 2 fəsildə feil və isim, yəni isim və feil bəxşində ünvan micərdədir, ünvanlanacaq inşallah. Yəni bu kitabda sərf elminin bir bəhsləri feilə aiddir, ikinci bəhs ismə aiddir. İnşallah feildən başlayıb davam eləyəcək. Artıq bura qədər dərsimizdən 5 dənə sual çıxardıb, bunu gərək bu dərsə qulaq asıb bu sualı cavablandırasınız. Elmi sərfçi, sərf elminin tərifi, sərf elmi hansı elmə deyilir? Elm sərf dərbarə çeçiz bəhsi mükünət, sərf elmi nədən bəhsi elmsə dərbar çeçiz, hansı şeylər barəsində elm sərfdə bəhs olunur? Kəlmə və ləfz-i mühməl bahəmçə fərqi darən, kəlmə ilə ləfz-i mühməl aralarında nə kimi fərqlər vardır? Çünki kəlmə müstəməl ləfzdir, mənası var, ləfz-i mühməl mənasızdır. İsim, feili tərif edin. Çera dər elm sərf əz hərf bəhs nəmişə və nə üçün sərf elmində hərfdən bəhs olunmur. Bu 5 dənə sualı əgər siz cavablandıra bilsəniz, bəs məlum olacaq ki, birinci dərs siz üçün aydın olmuşdur. Və sallallahu alə seyyidina Muhammedin və alihi təyyibinə tahirinəl məsumin.